Hər vaxtınız xeyir olsun, hörmətli CBC Sport tamaşaçıları. 2026-cı il Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan yığma komandası Fransa millisinin qonağıdır. Parc des Princes arenasında oynanılacaq bu qarşılaşma turnir cədvəlində bu an üçün fransızlar liderdirlər, 2-12 qələbə. Komandaların heyətləri ilə tanış olaq. Başlayaq. Meydan sahibi Fransa yığma komandasından qapıda 16 nömrə Mike Maignan, 17 William Saliba, 4 Dioşankyo Upamecano, 22 Theo Hernandez, 2 Malo Gusto, 14 Adrien Rabiot, 19 Kefren Thuram, 10 Kylian Mbappé, 9 Hugo Ekitike, 7 Kingsley Coman və 11 Michael Olise. Komandanın baş məşqçisi Didier Deschamps. Görüşün baş hakimi Norveçli Rohit Sagidi. Hakimlər briqadası və yığma komandamızın start bombəliyinə gəlincə isə qapıda 1 nömrə Şahruddi Məhəmmədəliyev, 14 Elvin Bədəlov, 4 Bəhlul Mustafazadə, 5 Anton Krivatsyuk, 21 Qismət Aliyev, 3 Elvin Cəfərquliyev, 17 Tural Bayramov, 8 Emin Mahmudov, 11 Rüstəm Əhmədzadə, 15 Abdullah Haybullayev və 10 Mahir Emreli. Baş məşqçi Ayxan Abbasov, bu da yığma komandamızın taktiki düzülüşü, 5 müdafiəçi ilə oynayacaq. Start səsləndi və mən artıq Bakı studiyasından sözü hazırda Parisdə olan, Parc des Princes-də olan həmkarım Gündüz Abbaszadəyə ötürürəm. Parc des Princes-də Azərbaycan milli komandası Çiqat Dünya Çempionları Fransaya qarşı Parc des Princes-də Dünya Çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb. Yarı finalın qəhrəmanı indi Mbappé, dabanlı ötürmə, diqqətli olmalıyıq. Zərbə, Şahruddin bu zərbəni dəf edir. Hücuma qoşulan Malo Gusto. Zərbəsini biz yerinə yetirəcəyik. Topun gerisində kapitanımız var, Emin Mahmudov, ötürmə cəlmə meydançasına. Bəhlul açılmaq istəyirdi boş mövqeyə. Fransızların hücumu davam edir. Qapıya zərbə yenə blokladıq. Daha bir zərbə top qapının üstündən keçir. Theo Hernandez idi zərbəni vuran futbolçu. Michael Olise topun gerisində. Ötürmə cəlmə meydançasına Şahruddin çıxışda səhvsiz oynayır. Amma daha bir korner. Yenidən Thuram. Ar ötürməsi, necə paslaşdılar, Olise. Bəhlul bloklayır Şahruddin. Çıxdı və topu tutdu. Dəqiq oynayır Bəhlul Mustafazadə. Kylian Mbappé. Mbappé. Çətindir ondan top almaq. Çətindir. Və Kylian Mbappé sağ açır. 5-də gəl birinci, ikinci dəqiqədə hətta. Təkrara baxın. Belə qolları çox komandalara vurur. Hətta iki tiki də mani ola bilmədi ona. Milli komanda forması ilə 53-cü qolunu vurur. 5-də gəl ikinci dəqiqə tamamlanıb. Və Norveçli hakim Rohit Sagidi birinci hissənin başa çatdığını bildirən. İndi geri sayımdır. Parc des Princes-də ikinci hissə başladı, uğurlar millimiz. Haybullayev. İtirdik topu təhlükəli nöqtədə, Ekitike. Və qapı dirəyi komandamızı qoldan xilas edir. Çox təhlükəlidir. Top ön qapıda olanda Amma heyecanlanır Mbappé və son anda müdafiəçilərimiz
Təklərə baxaq. Hücum fürsəti verdik rəqibə. Kylian Mbappé'yə toxunan kim idi? Son toxunuş kimdən idi? Yenə Bəhlul. Ekitiki. Mbappé. Zərbə də Şahrudin. Yandan çox möhtəşəm zərbə gəlmişdi. Şahrudin'dən də möhtəşəm seyf. Güclə zərbə olacaq. Bu da təkrar. Beşlərimiz. Kylian Mbappé ilə Fransa millisinin hücumu davam edəcək. Zərbəyə imkan verməyək və 2-0. Çox dərsək. Dəqiqən futbolçu oldu. Fransa milli formasıyla 7-ci qolunu vurur Adrien Rabiot. Millimizin də heyətində dəyişikliklər. 2 əvəz etmə birdən. Mahir Emreli meydanı tərk edir. Onun əvəzində Nəriman Axundzadə oyundadır. Emin Mahmudov cərimə zərbəsini yerinə yetirəcək. Komandamızın kapitanı göndərdi qapı ağzına. Rahil Məmmədov zərbə də vurur burada. İrəlidə hücuma qoşulmuşdu. Qapı istiqamətinə gedən ilk zərbəmiz. 72-ci dəqiqənin tamamında. Ötürmə cərimə meydançasına. Boven 3-cü qolu vurur. Hernandez'in ötürməsindən sonra boş bıraktım onu. Kamavinga. Ötürme Kamavinga'dan. Jean-Philippe Mateta. Christopher Nkunku gönderdi cərimə meydançasına. Bu dəfə alınmır. Aşırtma, akrobatik kullanışla zərbə vurmaq istəyir. İkisi birdən kullandı. İkisinin də cəhdləri boşa çıxır, amma ayala kadr idi bu. Bu kadrı tutan fotoqraf varsa. Bu son hücum olacaq. Elədi ki var. Xaçayev. Və beləcə Norveçli hakim Rohit Saggi Fransa-Azərbaycan oyununun final fikrini səsləndirir. Azərbaycan milli komandası döyüşlü mübarizə apardı, amma yekununda 90 dəqiqənin yekununda ustalıq səviyyəsindəki fərq öz sözünü deyir və millimiz burada Parc des Princes-də Fransaya 0-3 hesabı ilə uduzur.